Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. Bu dəfəki çıxışımız səbir barəsində olacaq. Səbir Qur'an-ı Kərimdə bir çox ayələrdə və surələrdə əziz Allahımız tərəfindən bizlərə tövsiyə olunan bir mənəvi və psixoloji düsturdur. Qur'an-ı Kərim baxdığımız zaman əziz Allahımız görürük ki, Ramazan orucu barəsində 5 və ya 6 ayədə ümumilikdə danışıb ki, Ramazan ayının orucu həm şər'ən çox mühüm ibadət və itaətlərdən biridir və eyni zamanda biz insanların, cəmiyyətimizin arasında da daha çox yayılmış, yaygın olan ibadət formalarından biridir. Amma Qur'an-ı Kərim baxdığımız zaman görürük ki, əziz Allahımız Ramazan ayının orucu barəsində 5 və ya 6 yerdə savm kəlməsindən istifadə edibsə, amma səbir barəsində demək olar ki, Qur'an-ı Kərimin hər bir ayəsində, hər bir səhifəsində bu mövzuya işarə olunub. Bu da səbrin necə mühüm və əhəmiyyətli bir mövzu olduğuna işarədir. Burada yanlış anlaşılmasın. Yəni biz Ramazan ayının orucun əhəmiyyətini aşağı salmaq istəmirik. Nəuzubillah. Hər ikisi Allahın əmridir. Hər iki əmri, hər iki ibadəti yerinə yetirmək bizim boynumuzda şər'ən vəzifədir və bizim mənəvi və psixoloji olaraq sağlamlığımız üçün tövsiyə olunmuş bir ibadət itaat formalarıdır. Amma mövzunun əhəmiyyətini çatdırmaq üçün bunu bildirmək istəyirdik ki, əziz Allahımız səbir barəsində çox tövsiyələr eləyib. Hətta təvəssül barəsində əziz Allahımız buyurur: "Vəstəinu bis-sabri vəs-salah." Səbir və namaz vasitəsilə məndən kömək istəyin. Ayəyə diqqət eləsəz, əziz Allahımız birinci səbri gətirdi, sonra namazı gətirdi. İstəinu, istəyin, bis-sabri, səbir vasitəsilə, vəs-salah və namaz vasitəsilə. Yəni əgər mənim səbrim, səbir yəni dözümlü olmaq, mənəvi baxımdan güclü olmaq, qüdrət sahibi olmaq ki, insanlardan olan şeytanlar və iblisdən olan şeytanlar bizim mənəvi və psixoloji durumumuzu korlaya bilməsin. Bizim halımızı dəyişə bilməsin. Səbirli olmaq yəni bu. Dözümlü və qüdrətli olmaq. Əziz Allahımız buyurur, səbir vasitəsilə və namaz vasitəsilə məndən kömək diləyin. Yəni səbir bir ibadət formasıdır. Belə demək mümkündürsə, bir sanki varlıqdır, canlı varlıqdır. Biz ondan ünsiyyətli olmalıyıq ki, bizim ibadət və itaatimiz də gözəlləşə bilsin. Çünki Qur'an-ı Kərimdə bir çox yerdə əziz Allahımız buyurur ki, bizim ibadətlərimizi dəyərə mindirən bizim səbirli olmağımızdır. Biz nə qədər səbirliyiksə, dözümlüyüksə, ruhu qüdrətimiz varsa, bizim ibadət və itaatimiz də bir o qədər dəyərlidir. Əgər bizim ibadət və itaatimiz səbir libasına bürünməsə, bizim ibadət və itaatimiz bizə fayda verməyəcək. Əziz Peyğəmbərimizə nisbət verilən hədislərin birində Əziz Peyğəmbərimiz belə buyurur ki, cənnətlə cəhənnəmi təsvir eləyəndə bir təşbih verir, bənzətmə verir. Əziz Peyğəmbərimiz buyurur, cənnət sanki bir səbir formasında bir olan libasa, paltara bürünüb. Cəhənnəm isə bir səbirsizlik libasına bürünüb. Cəhənnəmə gedən insanların əksəriyyəti səbirsizliklərin ucbatından gedəcəklər. Yəni, mənəvi qüdrətlərinin olmamasının ucbatından gedəcəklər. İtaət və ibadət qarşısında olan səbirsizlik, günah qarşısında olan səbirsizlik və həyatın müxtəlif istiqamətlərində olan səbirsizliyin nəticəsində, yəni ruhu qüdrətlərinin olmaması səbəbindən cəhənnəmə daxil olacaqlar. Və eyni zamanda insanların bir çoxu da səbir nemətinə sahib olduqları üçün cənnətə daxil olacaqlar. İstər ibadət və itaat müqabilində olsun, istər günahla münasibətdə olsun, istər çətinlik və sıxıntı və imtahan zamanında olsun. O ruhu qüdrəti əldən vermədikləri üçün onlar behiştə daxil olacaqlar və bunlar olacaqlar xoşbəxt insanlar. Əziz Allahımız Qur'an-ı Kərimdə bir yerdə buyurur və bunu qeyd eləyək ki, səbirli olmaq sanki bu cür bizim aramızda yaygın olub ki, pessimist həyat. Mən səbirliyəm, yəni həyatda heç bir iş görmürəm, hərəkət etmirəm və mən yalnız başımı qoymuşam çiynimə, gözləyirəm ki, nəsə baş verəcək. Səbirli olmaq bu demək deyil. Səbirli olmaq işin prosesində nəticənin bar verməsini gözləməkdir. Əziz Allahımız buyurur, İsbiru və təttəqu. Səbirli olun və təqvalı olun. Yəni, səbirli olmaq oturmaq yerində oturmaq deyil. Səbirli olmaq işin icrasında olmaqdır, işin içində olmaqdır, prosesin içində olmaqdır. Prosesin içində olduğun zaman sən onun nəticəsinə güvənərək Allaha təvəkkül edirsən və onun nəticəsini bəhrə verməsini gözləyirsən. Səbirli olmaq budur. Əgər istəyiriksə ki, bizim üçün bizi istəməyən, bizi xoşlamayan insanlar və eyni zamanda bir də qeyd edək, şeytandan, iblisdən olan şeytanlar, istər insandan olan şeytanlar bizlərim üçün, bizim həyatımıza çətinlik yaratmaq üçün müəyyən problemlər tökürlər, müəyyən proqramlar və planlar tökürlər ki, bizim həyatımız çətinləşsin. Əziz Allahımızdan gözəl bir düstur var. Buyurur ki, əgər sən buna əməl eləsən, onların
heç bir hiləsi, heç bir planları sənə ziyan yetirə bilməyəcək. O da nədən ibarətdir? O in tasbiru və təttəqu. Əgər səbirli olsaz və təqvalı olsaz, yəni ruhu qüdrət sahibi olsaz, la yadurrukum keyduhum şey'a. Onların planları sənə heç bir zərrə qədər də olsun fayda verməyəcək. İnnallaha bima ya'malun muhit. Çünki Allah Taala onların nə etdiklərinin fərqindədir. Allah onların etdiklərindən agahdır. Və dolayısıyla əgər biz bizim öz həyatımızda və eyni zamanda qarşımıza çıxan çətinliklər zamanı ruhu qüdrətimizi əldən verməsək, öz ruhu qüdrətimizi qoruyub saxlasaq və mənəvi psixoloji vəziyyətimizi, durumumuzu müsbət hala kökləsək, o zaman bizim əleyhimizə olan planları biz səbir vasitəsilə öz leyhimizə çevirib uğur qazana bilərik. Allahın Təala Cəlalına bizləri səbirli olan bəndələrindən qərar versin. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.